Salam qızlar, bu gün biz danışacağıq əsl gözəllikdən. Mən çoxdan istirdim bu haqqda video çəkmək. Ona görə ki, qızlar çox zaman elə bilirlər gözəllik o balaca burundur, şişmə dodaqdır, amma onları eləyəndən də sonra özlərinə Instagram filtrləri qoyurlar. Qızlar, mən bu gün danışacağam gözəllikdən, hansı bizim içimizdə yaranır və bizim özümüzdə görükülür. Mən danışacağam əsl gözəllikdən. O nətər biz danışırıq, nətər biz yeriyirik, nətərdir bizim dırnaqlarımız, nətərdir bizim saçımız, nətərdir bizim dərimiz, nətər biz paltar geyinirik. O da bizim sağlamlığımızdır, o bizim stilimizdir, bizim elimizdir, bizim xarizmamızdır. Yəni mən əsl bizi gözəl eləyən şeylərdən bu gün danışacağam. Birinci şey nədən lazımdır başlamaq? O bizim sağlamlığımızdır. Ona görə ki, adam sağlam olmayanda göyçək görükə bilmir. Yəni heç bir tonalni krem ya da highlighter bizim üzümüzün qırışların, çizginlərin, qara toçkaların, yorğunluğun, ondan pis hiss eləməyin gizlədə bilməz. Yəni haçan sən özü içəridən yaxşı hiss edirsən, o sənin üzündə bilinir. Həm də qızlar, ən vacibdir normal yatmaq. Yəni heç olmasa 7-8 saat yuxu bizim gözəlliyimizdir. Haçan biz az yatırıq. Məsəl üçün mən özüm, haçan mən az yatıram. Bütün gecə TikTokda, yəni yazışmaqlarla, ondan video baxmaqlarla mən yuxudan doymuram. Sonra mən fast food yeyirəm, ondan idman eləmirəm. O momental mənim üzümdə, mənim figuramda bilinir. Bizim gözəlliyimiz başlayır bizim sağlamlığımızdan. Bizim sağlamlığımız da başlayır bizim düz yaxşı vərdişlərimizdən. Yəni çalışın çoxlu su içmək, yuxudan doymaq, idman eləmək, yaxşı sağlam yemək yemək. Balaca şeylər yəni bizi dəyişdirirlər, bizi gözəl eləyirlər. İkinci ən vacib şey o bizim sağlam belimizdir. Beli düz tutmaq, düz yerimək, o bizi göyçək göstərir. Haçan sənin əynində sadə paltar, elə belə saçı asıb tökürsən, ya makiyajın sadədir, amma sən uzaqdan gəlirsən, o sənin beli düz tutmaq, o sənin yerişin səni super qız göstərir. Yəni qızlar çox vacibdir. Nətər siz tərpənirsiniz, nətər siz danışırsınız, nətər siz özünüzü hiss edirsiniz, nə dərəcədə siz özünüzə güvənirsiniz. Düz bel ən vacib şeydir burada. Ona görə ki, bel düz olanda demək olar siz özünüzə plastik əməliyyat elədiniz. Düz bel o bizim üzümüz qırışsız, burnumuz balacalaşır, ondan boynumuz uzanır, qarnımız gizlənir. Biz tamam dəyişilirik. Yəni buna pul lazımdır bunu eləməyə. Buna lazımdır idman, buna lazımdır fikir. Çalışın özünüzə güvənmək, çalışın belinizi düz tutmaq, çalışın düz yerimək, çalışın yüngül tərpənmək, sadə mimika. Üçüncü nə bura podxoyut eləyən şey, qızlar, sizin təbəssümünüz və dişləriniz. Diş ən vacib şeydir üzdə. Mən indi demirəm Hollywood təbəssümlərdən ya vinir dişlərdən. Mən indi deyirəm dişin düz olmağından, dişin təmiz olmağından, ağızdan yaxşı iyi gəlməyindən. Yəni bu şeylər vacibdir. Если sizin pulunuz var, üzünüzdə nəsə dəyişdirmək, başlayın dişlərdən. Diş ən vacib şeydir. Həm bizim sağlamlığımıza aid, həm bizim gözəlliyimizə aid. Diş adamı tamam dəyişdirə bilər. Qızlar, ən vacibdir öz dərinizi eşitmək, öz dərinizi başa düşmək, öz dərinizə aid sredstvalar almaq. Yəni biz hamımız cürbəcürük. Kiminsə dərisi qurudur, kiminsə dərisi yağlıdır, kiminsə dərisi miksdir. Çalışın öz dərinizə aid sredstvalar almaq. Mən məsləhət görərdim kosmetoloqla danışıb özünüzə aid krem sredstva podbirat eləmək. İnternetdə baxıb kim hansı bloger nəyi göstərir, onu üzə yaxmaq lazımdır. Yəni öz üzünüzü eşidin. Həmən şey mən deyə bilərəm saçın da haqqında. Saçınıza qulluq elin, saçınızı yuyun, saçınızı darayın, saçınıza baxın. Yəni mən indi demirəm çətin pričoskalardan ya maraqlı rəylərdən. Mən indi deyirəm təmiz saçdan, yüngül ukladkalardan. Məsəl üçün siz saçınızı açıb töksüz, siz sразу maraqlı görürsünüz. Yəni təmiz açıq tökülən saç maraqlı görünür. Ya siz saçınızı daldan yığsınız yüngül puçoka, o da adamı
stilni, modni göstərə bilər. Yəni lazımdır fikirləşmək, ay mən super pričoska eləyə bilmədim, mən göyçək olmayacağam. Həm də qarı ilə saç bizim onları istəməyimizi hiss edirlər. Yəni çalışın öz saçınıza, öz dərinizə qulluq eləmək. Qulluqdan danışanda lazımdır demək həm də manikyurdan, pedikürdan. Əllərimiz ən görüşürən bir yerdədir. Yəni şəkillərə düşür, yəni nəsə danışanda, əlimizi tərpədəndə o, yəni hamı bizim əlimizi görür. Mən çox zaman banklarda, mağazinlərdə satıcı qızların, bankçı qızların əllərinə baxıram. Yəni əl vacibdir səliqəli, göyçək olsun. Mən indi demirəm hansısa bir super uzun dırnaqlardan ya çətin dizaynlərdən. Mən indi danışıram sadə manikyurdan. Yəni siz bir balaca dırnağınızın dərisin dala itələyib, lişni dərini kəsdiniz, ondan dırnağınızı göyçək formaladınız, sadə lak vurdunuz, ondan krem vurub masaj elədiniz. Vəsə, sizin əlləriniz superdir, sizin əlləriniz göyçəkdir. Həmin şey demək olar ayaqlardan da. Siz deyə bilərsiniz, mənim ayağımı heç kəs görmür, yəni ayaqlarım krasovkadadır, yəni ayağım nətər olur olsun. Amma yox qızlar, siz görürsüz öz ayağınızı, siz bilirsiniz öz ayağınızı. Ən vacibdir sizin ayağınız göyçək olsun. Mən demirəm yenə hər ay getmək pediküra, amma mən özüm gedirəm, mənim özümün xoşuna gəlir, mən üçün o belə bir relaksdır, mən özümü yaxşı hiss edirəm. Mən demək olar özümə belə hədiyyə eləyirəm. Если siz istəmirsiniz hər ay getmək pediküra, mən sizə məsləhət görərdim. Pemz alıb ayağın altını təmizləmək, yəni ölən dərini yığışdırmaq, ondan ayağınıza krem vurub ayağınızı masaj eləmək, dırnaqlarınızı tutmaq, dırnaqlarınızı pilkalamaq, sadə lak da vurmaq olar, amma laksız da olar. Yəni bu elə də vacibdir. Amma siz ayağınıza, əlinizə, dərinizə qulluq eləyəndə siz dəyişilirsiniz. Siz İçərinizdən dəyişilirsiniz. Siz özünüzü belə şeylərdən sonra daha gözəl hiss edirsiniz. Paltar və stil. Paltar çox vacib şeydir. Ona görə ki, paltar bizi göstərir, nətər biz özümüzü hiss edirik, nətər biz adamıq, nətər biz geyinməyi bacarırıq. Həm də paltardan danışanda, stildən danışanda mən demirəm siz hökmən almalısınız bahalı paltarlar, axırıncı trendlər, ancaq brend. Yox. Paltar ən birinci olmalıdır rahat. Haçan siz paltarda rahat özünüzü hiss edirsiniz, siz özünüzə güvənli görürsünüz. Həm də siz fikirləşmirsiniz, ay paltarım belə oldu, ya buranı düzəldim, ya oranı düzəldim. Yox, paltar rahat olmalıdır. Siz özünüzü rahat hiss etməlisiniz. Həm də sizin olmalıdır öz stiliniz. Sizə yaraşan rənglər, sizin figurunuza oturan paltarlar, sizin içərinizi göstərən paltarlar. Həm də lazımdır paltarı düz yerə geyinmək. Yəni siz toy paltarın həyətə geyinə bilməzsiniz. Yəni toy paltarı, ad günü paltarı birdir, məktəb, dərs paltarı birdir, gəzmək paltarı birdir, shopping paltarı birdir. Yəni siz bilməlisiniz hansı paltarı hara geyinmək. Mənim özüm xoşuma gəlir sadə paltarlar, yəni ağ rəng, qara rəng. Amma o deməkdir ki, mən rəngli paltarları geyinmirəm, ya maraqlı paltarları geyinmirəm. Yox, mən onları geyinirəm, amma onların da öz yeri var. Çox zaman siz gözəlliyinizi makiyajla məhv eləyə bilərsiniz. Ağır tonalni kremlər, ondan nə boydana, yəni strelkalar, elə bil ki, adam özünə grim eləyib, yeni üz düzəldib, o adamı göyçək göstərmir. Çox zaman uzaqdan o gülməli görünür. Вечерний makiyaj, yəni axşam makiyajı, toy makiyajı olmalıdır toy üçün, ad günlər üçün, hansısa bir prazniklər üçün. Yəni toy makiyajı sən üzə vurub işə, məktəbə, həyətə, yəni gedə bilməzsən. O göyçək görünmür. Həm də çalışın özünüzə ağır tonalni osnovalar yaxmamaq. Yəni CC ya BB krem. Qaşlarınızı qaldırırsınız gellə, vurursunuz tuş, yüngül karandaş, pomada, rumyana və salam. Siz super gözəl qızsınız. Siz özünüzü dəyişdirməli dörsüz. Heç nə özünüzdə gizlətməli dörsüz. O makiyajın işi dör. Если sizin özünüzdə gizlətməyə bir şeylər varsa, onu lazımdır həkimlə yığışdırmaq, day makiyajla yox. Qızlar, gözəllik həm
bizim üzümüz, figuramız, paltarımız tək odur. Gözəllik o bizim nətər biz özümüzü hiss edirik, nətər biz özümüzü aparırıq, nətər biz danışırıq, nətər biz qulaq asırıq, nə dərəcədə biz bilirik, yəni nə dərəcədə bizim elmimiz var. Çalışın oxumaq, çalışın artmaq öz elmimizdə. Bacarın başqa adamları eşitmək, bacarın zarafat eləmək. Gözəllik tək o makiyaj, saç, paltar, figuradır. Gözəllik o həm də bizim elmimizdir, arifimizdir, xarizmamızdır. Haçan biz bacarırıq danışmaq, haçan biz bacarırıq eşitmək, başqa adamlarla kommunikasiya eləmək. O da göyçəkliyin bir parasıdır. Yəni qızlar, siz çalışmalısınız elminizi artırmaq. Sizə maraqlı olmalıdır bu dünya. Siz suallar verməlisiniz, kitab oxumalısınız. Yəni siz bu həyatdan maraqlanmalısınız. Elmli adam həmişə başqa adamların gözündə gözəl görükür. Elm bizi maraqlı eləyir. Elm bizə kömək eləyir danışmaq başqa adamlarla. Siz bacarırsınız vaxtında zarafat eləmək, başqa adamlara məsləhət görmək, başqa adamlarla maraqlı temalardan danışmaq. Qızlar, xarizma güclü bir şeydir. Çalışın xarizmamızı gücləşdirmək, çalışın özünüzü aparmağı bacarmaq. Nətər siz danışırsınız, nətər siz yerirsiniz, nətər siz ulubasiya eləyirsiniz. Yəni bu şeylər bizi tamam dəyişdirirlər. Bu ən vacib aspektlər idi, nə haqda biz danışdıq. Sonra mən düzəldəcəm video, hər aspektdən daha yaxından da danışacağam. Yəni siz də öz fikrinizi bu haqda kommentariyada yazın. Xahiş edirəm, mənə like qoyun. Mənə çox vacibdir sizin likelarınız. Mən təzə başlayan bloqeram. Mənə maraqlıdır bilmək sizin xoşunuza gəlir ya gəlmir. İzləyin mənim kanalımı. Bu kanalda biz gözəlliyə aid şeydən danışacağıq. Nətər mükəmməl qız olmaq o haqda danışacağıq. Çox sağ olun, axıracan baxdığınıza görə. Özünüzü çox istəyin, özünüzə qulluq edin, özünüzü eşidin. Görüşərik başqa videolarda. Çox sağ olun. Bay bay.